Herkese salam və bugünkü mövzumuz yerin fəal tektonik təbəqəsi, yəni 4-cü bölmənin ilk dərsi yerin müasir üfüqi və şaqli hərəkət sahələri mövzusu olacaq. Əfsanəyə görə Qız qalası Xəzər dənizinin çox yaxınlığında tikilmişdi. O qədər yaxın imiş ki, Xəzər dənizinin suları qalanın divarlarını yuyurmuş. İndi isə qala ilə dəniz arasında quru sahənin böyüdüyünü, Xəzər dənizinin uzaqlaşdığını görürük. Deməli, indi dənizkənarı Milli Park adlanan ərazilər əvvəllər su altında olmuşdur. Kür çayının aşağı axınında olan ərazilər də yaxın vaxtlara qədər su altında qalmışdır. Eramızın əvvəllərində Strabonun verdiyi məlumata görə Araz çayı birbaşa Xəzər dənizinə tökülürdü. Suallara baxaq, Xəzər dənizində suyun səviyyəsinin qalxıb enməsi nə ilə əlaqədardır? Səbəbi tektonik hərəkətlərin baş verməsi ola bilər, hansı ki, Xəzər hövzəsinin bir hissəsinin çökməsi və ya qalxması və yaxud iqlim dəyişikliyi, məsələn, buxarlanma və çay axımlarının dəyişməsi. İkinci sual, dünyanın ayrı-ayrı ərazilərinin qalxıb enməsi hansı hadisələrlə əlaqədardır? Bu, yerin üfüqi və şaqli hərəkət sahələri ilə əlaqədardır, hansı ki, mövzumuzda da bu haqda məlumat verilir. Və bu ərazilərdə baş verən hadisələrin əsas nəticələri nədir? Baş verən hadisələrin əsas nəticələri relyefin dəyişməsi, məsələn, dağların qalxması və yaxud çökəkliklərin yaranması, vulkanik risklərin artması və s. Yəqin ki, mövzunu oxudunuz və indi isə tapşırıqların izahına keçirik. Suallara baxaq, yer qabığında üfüqi və şaquli hərəkətlər nə ilə əlaqədardır? Yer qabığında baş verən üfüqi və şaquli hərəkətlər litosfer tavalarının hərəkəti və tektonik proseslərlə əlaqədardır və bu hərəkətlər nəticəsində qırışıqlar, çatlar, dağlar və çökəkliklər yaranır. Okean və dənizlərə xas olan balıq qulağı və digər üzvi mənşəli suxurların yüksək dağlarda tapılmasını necə izah etmək olar? Okeanlara xas olan suxurların dağlarda tapılması, litosfer tavalarının toqquşması və okean dibi suxurlarının qaldırılaraq quruluğa çıxması ilə izah olunur və bu proses geoloji yüksəlmə nəticəsində baş verir. Abşeron yarımadasında əhəng daşı çıxarılır, onun tərkibinə baxdıqda nəyi görmək olar? Onların dəniz çöküntüləri ilə hansı əlaqəsi vardır? Deməli, Abşeronda çıxarılan əhəng daşı tərkibində çox vaxt dəniz mənşəli fosillər və kalsium karbonat görmək mümkündür və bu da onu göstərir ki, əhəng daşı qədim dəniz çöküntülərinin bərkiməsi nəticəsində əmələ gəlib. Digər tapşırığa baxırıq. Yer qabığını təşkil edən suxurların müxtəlif yatım formasında olmasının səbəbini izah edin. Bunun səbəbi ondan ibarətdir ki, yerin daxilində baş verən tektonik hərəkətlər yer qabığını təşkil edən suxurların formasını dəyişdirir. Okeanlardan uzaq yerləşən ərazilərdə okean və dəniz canlılarının qalıqlarının yayılmasının səbəbini müəyyənləşdirin. Keçmişdə həmin ərazilər dəniz və ya okean altında ola bilərdi. Zaman keçdikcə yer qabığının qalxması və geri çəkilməsi nəticəsində su çəkilib, amma qalıqlar qalıb. Və buna görə də bugün quruda olmasına baxmayaraq, həmin yerlərdə hələ də dəniz canlılarının izləri tapılmağa davam edir. Bugünlük dərsimiz bu qədər. Gələcək dərslərimizdə görüşənədək sağ olun.